Hər vaxtınız xeyir olsun. Bugün sizlərlə biz SSD və HDD haqqında danışacağıq. Gəlin ilk öncə HDD haqqında danışmağa başlayaq. Çünki o uzun illərdir istifadə olunur. Buradan gördüyünüz kimi sol hissədə HDD haqqında qısaca məlumatları yazmışam, sağ hissədə isə onun şəklini göstərmişəm. Gəlin şəkil üzərindən baxaq. Şəkil üzərindən görəndə biz belə nəticəyə gələ bilirik ki, HDD mexaniki quruluşa malikdir. HDD-nin içərisində metal disk yerləşir və bu yüksək sürətlə fırlanır. Baxın, burada gördüyümüz kimi oxuyucu başlıq görürük biz burada, hansı ki diskin üzərində gəzərək faylı tapır və onu oxuyur. Hər diskdə maqnit qatı olur və məlumat həmin qata yazılır. HDD özü də işləyən vaxtı tık-tık səslər çıxarır və həssasdır, zərbəyə qarşı zəifdir. Çünki düşsə yerə silkələnsə diskin içi cızıla bilər. Amma SSD-yə baxanda içərisində çoxlu məlumatlar saxlaya bilər. Hətta çox böyük yaddaşa malikdir. 20 terabaytlarla və s. Və baxmayaraq ki, çoxlu yaddaş yadında saxlayır, baha deyil, ucuzdur. Və açılışına da gəlsək, hard disk drive'dır açılışı. Və əsasən də axırda qeyd etdiyim kimi ən çox masaüstü kompüterlərdə istifadə olunur. Gəlin SSD haqqında danışaq. SSD-nin sağdakı şəklinə baxsaq və müqayisə eləyək. HDD-də gördüyümüz kimi burada heç bir fırlanan hissə yoxdur. HDD bayaq dediyim kimi bir mexaniki qurğudur, amma SSD mexaniki qurğu deyil. Burada məlumatlar əsasən elektron çiplərdə saxlanır. SSD-nin üstünlüklərinə gəldikdə isə çox sürətlidir. Burada HDD-yə baxanda daha sürətli işləyir, çünki burada oxuma başlığı yoxdur. Məlumatlar burada çiplərdə saxlanır içərisində. Səssiz işləyir. Bayaq qeyd etdiyim kimi, çünki mexaniki hissəsi yoxdur. Amma HDD-yə baxanda bu həssas deyil, zərbəyə davamlıdır, gec xarab olur, az enerji sərf edir. Burada da mexaniki hissə olmadığı üçün istilik az əmələ gəlir. Amma ən böyük fərqə baxsaq, SSD də yaddaşda böyük yer tuta bilər, amma HDD qədər 20 terabaytlara gəlib çıxmır. Və SSD daha bahadır, çünki daha müasir versiyasıdır HDD-nin və bunun da açılışı solid state drive deməkdir. Əgər yoxsa həm yaddaşda çox yer tutan, həm də daha tez işləyən yaddaş qurğuları lazımsa, xarici yaddaş qurğuları, siz bunların hər ikisini istifadə edə bilərsiniz. Belə yaddaş qurğularının ikisini istifadə edəndə belə sistem hibrid sistem adlanır. Gəlin HDD və SSD-nə qısaca müqayisə eləyək. HDD bayaq saydığımız kimi mexanikidir, fırlanan diskdən ibarətdir və yavaş işləyir. Və səsinə baxsaq, daha səsli işləyir, SSD isə səssiz işləyir. HDD işləyəndə onun içərisində istilik yaranır, amma SSD-də o qədər də istilik olmur. SSD qeyd etdiyim kimi bahalıdır, zərbəyə daha dayanıqlıdır. Enerji sərfiyyatı da daha azdır. SSD və HDD haqqında məlumat bu qədər. Əgər digər əlavə suallarınız varsa, şərhlər bölümündə qeyd edə bilərsiniz. Və bunu videomu da izlədiyinizə görə təşəkkürlər.